Ey həkim, sənə əmanət edilən sadəcə bir bədən deyil, Allahın qüdrəti ilə canlanan bir candır. Əsla unutma, insanların kədərindən mənfəət güdmək nə peşə əxlaqına, nə də Allah qorxusuna sığar. Əgər bir xəstəni sırf qazancın artsın deyə gərəksiz təhlillərə göndərirsənsə, sırf sistem belə istəyir deyə gərəksiz əməliyyatlar edirsənsə, bil ki, sən həkim falan deyilsən. Sən qul haqqına girən zalimin birisən. Bugün səndən bunun sorğu sualını edən yoxdur deyə əsla özünü güvəndə bilmə. Çünki sabah ilahi məhkəmədə o xəstə Allahın huzurunda səni şikayət edəcək. Ya Rəbbim, bu adam mənim bədənimi özü üçün qazanc qapısı etdi deyəcək. Bax o zaman nə sənin diplomun işə yarayar, nə də sistem səni xilas edə bilər. Sadəcə əməlin və hesabın qalar əlində. Ey həkim, peşəni ibadətə çevir. Bir xəstəni müalicə etdiyin zaman niyyətini Allah üçün tut. Bir yetimin atasını Allahın izni ilə həyata qaytarmaq, bir pərişan ananın balasını sağaltmaq, bir yaşlının duasını almaq. Bax, əsl sərvət budur. Otağında kamera olmaya bilər, amma Allah hər daim səni görür və nə etdiyindən də xəbərdardır. Unutma ki, insan həyatı istismar etmək üçün qazanc qapısı deyildir. Can Allahın əmanətidir, sən də bir vəsiləsən.